Hər kəsə salam, Fidan kanalına xoş gəldiniz. Bu günlük bir vlog çəkəcəm və bu vlog da rayona getmədən öncəki son günlük vloqum ola bilər. Çünki çox qısa bir vaxt ərzində rayona gedəcəm və hətta biletim də alınıb. Yəni çox maraqlı vloqlar gələcək. Deməli, mən duşdan çıxmışam, saçımı qurutdum, düzləşdirdim. Evdə olsam da biraz makyaj elədim. İndi bu vloqda nələr eləmək istəyirəm, qısaca danışım. Kitab oxumaq istəyirəm, çünki çoxdan da bədii kitab oxumuram. Ona görə bu videoda oxuyarıq kitab. Sonra dərs eləmək istəyirəm, dərs olaraq tarix eləməyi düşünürəm. Bu otaq biraz dağınıqda, otağı yığışdıracağam və məndə belə bir şey var. İçi də çox qarışıqdır, dağınıqdır. Yəni aspidən tutun glosslara qədər, nə bilim, nanə yağına qədər. Bu arada saç üçün özüm hazırlamışdım. Bunu da düzənləməyi fikirləşirəm. Onu da videomuza keçək. İlk öncəliklə bunun üçün boşaltmaqla başlaya bilərik. Deməli, məndə belə bir şey də var. Mən əvvəl aksesuarlarımı bunun içinə qoyurdum, amma sonra başqa yer tapdım deyə aksesuarlarımı bunun içindən boşaltdım. Deməli, indi istəyirəm ki, burada olanları həm bura, həm də bura qoyaraq düzənləyək. Buranın düzənləməsi bitdi. Sonra sizə göstərəcəm. İndi buna keçirik. Deməli, ikisini də bitirdim. Sizə göstərim. Birinci buranı açım. Burada belə lip balmlarım var. Bir də bunlar. Burada ancaq lip glosslarım var. Belə üçünü də qoymuşam. Burada da istifadə eləmədiyim şeylər var. Çox göstərməyim belə. Məsələn, bunu da çox istifadə eləmirəm. Çünki rəngini bəyənmirəm. Buna keçəndə isə burada bütün ıvır-zıvırları qoydum. Heç göstərməyimə ehtiyac yoxdur. Belə. Deməli, o işimizi bitirdiyimizə görə indi düşünürəm ki, otağı yığışdırmağa keçə bilərik. Bir dənə bu otağı yığışdırmalıyam. Onsuz toz soranlamaq da istəyirəm. Deməli, mən otağı yığışdırdım. Sonra dedim, nə eləyə bilərəm? Ağlıma bir fikir gəldi, kartof topları eləyəcəm. Amma onun üçün ilk öncəliklə xəmir hazırlamalıyam. Xəmir hazırlamaq baxımından da çox bir fikrim yoxdur əslində. Yumurta, un, su, sonra duz falan qoyuram, qarışdıraram onları, bir xəmir hazırlayaram. Sonra da içinə kartof qoyaram və airfraydə pişməyə qoyacam. Ağlıma belə bir fikir gəldi, həm də acmışam, yaxşı olar. Eləyək onda. Burada mənə az xəmir lazım olduğu üçün bir yumurta vururam. Əslində az su tökürəm, amma çox un qəbul elədi mənim hazırladığım xəmir. Nəhayət xəmirimiz hazırdır. Bu qədər xəmir elədim, çünki çoxuna ehtiyacım yoxdur. İndi kartofları əzəcəm, sonra da bu xəmirin içinə qoyub əlimdə yuvarlaq şəkilə salacam, sonra da onu airfraydə pişməyə qoyacam. Deməli, indi mən birini hazırladım sizə göstərmək üçün. Kartoflarımı da əzmişəm burada. Belə balaca hazırlayacağım. Sonra da sos hazırlayıram. Ketçup var bunun içində. Sonra sarı kök tökmüşəm. İndi başqa baharatlar da tökəcəm. Hazırladığım topu bunun içinə atacağım. Sonra da hazır olduq airfrayə qoyacağım pişməsi üçün. İndi başqa baharat da atmaq fikirləşirəm. Videonun bu yerində heç bir şey sorğulamaq yoxdur. Çünki ağlıma necə gəldisə elə hazırlayıram bunu. Məncə bəsdir bu qədər. Deməli, sosu hazırladıqdan sonra belə sosun içinə atdım bu hazırladığım topu. İndi neçə dənəsini eləyəcəm belə, siz hızlı şəkildə izləyirsiniz. İndidən çox qəşəng görünür məncə. Hazırlamağa devam edirəm. Videonun bu yerini çox uzun çəkmişdim, ona görə çox hızlandırmışam. Əslində mən əvvəldə kartof topları eləyirdim. Hətta əvvəl yemək eləməkdən çox xoşum gəlirdi. Çox tez-tez, yəni öz beynimdən uydurduğum yeməkləri falan eləyirdim.
Nəhayət hazırlayıb bitirdim. Tam istədiyim qədər oldu əslində, yəni say baxımından. İndi ataq airfryer pişsin. 10 dəqiqəyə qoydum. Məncə 10 dəqiqəyə pişər deyə fikirləşirəm. Nəhayət hazır oldu. Belə görünür. Amma hələ dadına baxmamışam. İndi dadına baxacağam. Qəşəng görünür məncə amma. Deməli, mən yeməyimi yedim. Həqiqətən çox dadlı olmuşdu. O qədər dadlı olacağını fikirləşmirdim. Amma qəşəngdir, hamısını yedim, bitirdim, doydum da. İndi istəyirəm neçə ayda oxumadığım Gökçənin kitabını oxuyum. Əslində alandan sonra 400 neçənci səhifəyə qədər oxumuşdum. Ayraç da qoymuşdum, amma Ayraç necə olubsa axırıncı səhifəyə gəlib bilmirəm. Ona görə indi yerini tapa biləcəmmi onu da bilmirəm. Yerini axtarım, inşallah taparam yəni. Bu arada mən tapa bildim qaldığım səhifəni. 319-daymışam. Bayaq səhv demişəm 400 neçə olaraq. Qaldığım yeri bilirdim, amma səhifə olaraq itirmişdim səhifəsini. Bu arada bu qədər səhifəm qalır. Hə. Əgər davamlı oxusam 5 günə falan bitirərəm. İndi oxumağa başlayım. Bu arada rayonda vloqların gəlməsinə çox az qalıbdı. Rayonda bibim qızlar da var. Hətta orada onlarla vaxt keçirdəndə vaxtın hardan gəlib hara getdiyini heç hiss eləmirəm. Çox qəşəng vaxt keçiririk onlarla. Demək olar hər il özüm tək gedib gəlirəm təyyarə ilə rayona. Bu səfər də bu il də qardaşımla gedəcəm. O da məndən 3 yaş balacadır bu arada. Keçən il də əslində ondan getmişdim. Deməli, indi biraz dərs eləmək istəyirəm. Dərs olaraq da Azərbaycan dilinin ism sifəsayı təkrarlayıb, sonra bu kitabdan işləmək istəyirəm. Bu kitabda hər mövzu ayrı-ayrıdır, sonra belə ümumi sınaqlar falan da var. Belə mətnlər də var, balaca mətnlər də amma. Mən bir yarım saat kitab oxudum. 20 səhifə oxumuşam deyə fikirləşirəm. Hə, 20 səhifə olar. Deməli, dərs də elədim. Azərbaycan dilindən isim, sifət, say, onları təkrar elədim. Deməli, indi də istəyirəm gedim meyvə hazırlayım özümə, sonra da tabletə baxım. Artıq bundan sonra çəkə biləcəyim bir şey yoxdur. Hava deyirdim, saat baxın neçədir. Saat 19:21 olubdu. Əsasən onun vloqlarımı bu vaxtlar sonlandırıram, günlük vloq olanda. Çünki bu vaxtdan sonra çəkə biləcəyim bir şey qalmır. Əgər vloqu bura qədər izlədisə, abunə olub, like atmağı, yorum eləməyi və mənə dəstək olmağı unutmayın. Görüşərik hələlik.